Diqqət, diqqət! Danışır Xalq jurnalistikası. Salam, axşamınız xeyir olsun. Space'də son xəbər studiyada Elvin Baskallıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Ermənistanın Baş naziri Nikol Paşinyanı parlament seçkilərindəki qələbəsi münasibəti ilə təbrik edib. Yenə dünya əhalısının gözü səmalarda olacaq. Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələri iyunun 12-sinə keçən gecə İran ərazisinə zərbələr endirməyə davam edəcək. Bu barədə Birləşmiş Ştatlar Prezidenti Donald Trump özünün Truth Social sosial şəbəkəsində etdiyi paylaşımında bildirib. Amerika Birləşmiş Ştatları bu gecə İrana çox sərt zərbələr endirəcək deyə o bildirib. Trump həmçinin İranın Xarq adasını və neft infrastrukturu obyektlərini nəzarətə götürmək niyyətində olduqlarını bəyan edib. O qədər də uzaq olmayan gələcəkdə biz Xarq adasını və digər neft infrastrukturu obyektlərini ələ keçirəcək və Venezuela ilə etdiyimiz kimi onların neft və qaz bazarları üzərində tam nəzarəti təmin edəcəyik. Bu həm Venezuela, həm də Birləşmiş Ştatlar üçün əla nəticə verdi deyə Trump bildirib. Bu da Trump'ın növbəti paylaşımı, yəni müharibənin bir addımlığı. İran İslam İnqilabı Keşikçiləri Korpusu Birləşmiş Ştatlar hərbi bazalarına endirildiyi bildirilən zərbələrin görüntülərini yayımlayıb. Vura vurdu. Ukrayna ordusu da bu gecə Krasnodara dronlarla hücum edib. Müharibələr olmasın, sülh olsun. Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub. Bugün Biləcəri stansiyasından Böyükçəsi istiqamətində 17 vaqondan ibarət ümumilikdə 984 ton dizel yanacağı yola salınıb. Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 12 min tondan çox dizel yanacağı, 979 ton AI-92 markalı benzin və 2955 ton AI-95 markalı benzin ixrac edilib. Elm və Təhsil Naziri Emin Əmrullayev və Səhiyyə Naziri Teymur Musayev Qarabağ Universitetinin Tibb və Sağlamlıq Elmləri Fakültəsinə və Qarabağ Universitetinin klinikasına rəsmi səfər ediblər. Nümayəndə heyəti Qarabağ Universitetinin klinikasına baş çəkərək klinikanın şöbələri, laboratoriyaları, müasir tibbi avadanlıqları və səhiyyə xidmətlərinin təşkili ilə tanış olublar. Xəbərin sonu yoxdur, son ünvanı var. Space'in son xəbərini izləyirsiniz. Qaynar xəttimizi xatırlatmaq istəyirəm. 051 583 2408. Bu bizim qaynar xəttimizdir, WhatsApp nömrəmizdir. İşıqlandırılmasını istədiyiniz mövzularla bağlı yaza, çəkiliş edib video göndərə bilərsiniz. Qusar rayonunun Laza kəndində torpaq sürüşməsi qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzi sürüşmə anı lentə alınmış görüntüləri paylaşıb. Göyçayda avtovağzal yaxınlığında kütləvi dava olub. Vaz 2106 markalı avtomobilin sürücüsü 29 yaşlı İbrahim Məmmədov ağır xəsarətlər alıb. O, Göyçay rayon mərkəzi xəstəxanasına çatdırılıb. İnsidentə tərəflər arasında yol hərəkəti ilə bağlı yaranmış mübahisənin səbəb olduğu deyilir. Faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb. Xuliqanlıq əməli törədən şəxslər saxlanılıblar. Xuliqanlıq və indi də avtoxuliqanlıq haqqında xəbər veririk. Sumqayıt şəhər polis idarəsi Dövlət Yol Polisi şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə avtoxuliqanlıq edən 37 yaşlı Fərahim Abbasov saxlanılıb. Əvvəllər oğurluq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə dəfələrlə məhkum olunmuş Fərahim Abbasov idarə etdiyi Mercedes markalı 50 FL
442 dövlət qeydiyyat nişanlı avtomobillə şəhərin bir sıra küçə və prospektlərində avtoxuliqanlıq hərəkətləri eləyib. Nəqliyyat vasitəsini dövlət qeydiyyat nişanını çıxararaq təhlükəli manevrlər edən sürücü polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayıb. Sürücü barəsində toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilib və onun sürücülük hüququ məhdudlaşdırılıb. İyunun 4-ü Binəqədi rayonu ərazisində BD markalı avtomobildə sərnişin qismində əyləşən bir nəfərin 120 min dollarını oğurlanması barədə polisə məlumat daxil olub. Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü Əfsan Məmmədov və onunla cinayətdə qabaqcadan əlbir olan tanışı Samir Bəylərli saxlanılıblar. Külli miqdarda dollar, 100 min, 120 min dollar məbləğində pulla qayıtdıqlarını bilirdim və bunu da dostumla bölüşmüşdüm. Dostuma məlumat vermişdim ki, biz artıq düşmüşük. Təxminən bir 2-3 saat ərzindən sonra biz həmin birinci ünvanda olacaq. O da həmin vaxtda orada bizi gözləyirdi. Maşını tərk etdikdən sonra özü gəlib pulları götürmüşdür. Daha sonradan maşında 120 min dollar olduğunu bildik. Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb. Nərmanov rayonunda yerləşən evlərin birindən ümumi dəyəri 70 min manat olan qızıl zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Nərmanov rayon polis idarəsinin 16-cı polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı Elgüc Məmmədov saxlanılıb. Bu işlərin axırı yoxdur. Polis əməkdaşları tərəfindən aşkarlanan müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekurslarının növbəti məhv edilməsi prosesi keçirilib. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun təşkilatçılığı ilə Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz dövriyyədən çıxarılan və məhkəmə hökmü ilə barəsində məhv etmə qərarı qəbul edilmiş 4 ton 576 kiloqram müxtəlif narkotik vasitə və 122.367 ədəd psixotrop tərkibli həb paytaxtın Sabunçu rayonu ərazisində məhv edilib. Son xəbəri izləyirsiniz. 051 583 2408 bu bizim qaynar xəttimizdir, WhatsApp nömrəmizdir. Sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı çəkiliş eləyin. Günün 24 saatı bunu bizə WhatsApp vasitəsilə göndərə bilərsiniz. Biz sizi narahat edən və ya maraqlandıran məsələlərlə bağlı çəkilişi bütünlüklə təqdim edəcəyik. İsmayılı rayonunun Zərnava kəndinin sakini Girdiman çayının daşması nəticəsində nəqliyyatın hərəkətinin mümkünsüzləşdiyini, avtomobil körpüsü olmadığından insanların çətin vəziyyətlə üzləşdiyini deyir. Təlimdə tər tökməyənin döyüşdə qanı tökülər deyirlər. Odur ki, Fövqəladə Hallar Nazirliyi təlimlərini intensiv şəkildə davam etdirir. Bu dəfə Sabunçu rayonu Bakı Fəhləsi Maşınqayırma Zavodu MMC-də iri miqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili mövzusunda təlim keçirilib. Qaynar xəttimizə müraciət edən Gəncə şəhəri Məktəb küçəsi ev 4 ünvanında yaşayan sakin bildirir ki, müharibə zamanı düşən raket nəticəsində evinə ciddi ziyan dəyib. İndi də yağan yağış suları evin tavanından və divarlarından içəri sızır. Bu isə yaşayış şəraitini daha da çətinləşdirir. Divarlar da çəkəcəm ona. Ha, çatdı hamısı, tufaram çatdı. Ucuz dökülür, bir qarı bir qoca qalmışıq bu uçuq damın altında. Gecə saatlarında Daşkəsən rayonuna gələn güclü sel ciddi fəsadlara yol açıb. Sel rayonun Quşçu kənd sakini Təhməz Rızayevə məxsus 77 baş xırda buynuzlu heyvanı tələf edib. 11 iyun 2026-cı il tarixində Rızayev Təhməz Abbasoğlu oğluna məxsus olan xırda buynuzlu təsərrüfatda
təbii fəlakət nəticəsində heyvan sayı məlum olmayan heyvan tələfat olmuşdu. Bu qoyun da Kənd Təsərrüfatı Nazirliyində qeydiyyatdadır. Kənd Təsərrüfatının kiçik sahibkarlara dəstəyi olan fondundan kreditdə götürmüşəm bu heyvan sahəsində. Hal-hazırda həmən kreditin 50% ödəniş olunub. 50% yox, əstəğfurullah. 50.000 puldan 29.000 durur. 21.000 pul ödəniş olunubdur. Bu təbii fəlakət nəticəsində də bir belə xırdabuynuzlu heyvanımız tələf olmuşdur. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhərinin Nərimanov rayonu Elşad Quliyev küçəsində yerləşən restoranda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb. Operativ müdaxilə sayəsində alovun ətraf ərazilərə və digər obyektlərə keçməsinin qarşısı alınıb. Sürətli, lakanik, qərəzsiz, vicdanlı bir xəbər ünvanındasınız. Space TV-nin son xəbərini izləyirsiniz. Qərb bölgəsində gecə saatlarından başlayan qeyri-sabit hava şəraiti Göygöl rayonunda da bir sıra fəsadlar törədib. Güclü külək nəticəsində aşan ağaclardan biri avtomobilin üzərinə düşüb. Bundan başqa Səbuhi Hacıyev küçəsində evakuatorun üzərinə də ağac aşıb. Həmçinin bir neçə fərdi yaşayış evinə su dolub. Qaynar xəttimizə müraciət edən sakin Sumqayıt şəhəri Əliyar Əliyev küçəsində 39 nömrəli avtobus marşrutunun keçdiyi ərazidə şəhid Əliyar Əliyevin xatirəsinə inşa edilmiş bulağın istifadəyə verilmədiyini bildirib. Onun sözlərinə görə bulaq tikilsə də hazırda bağlı vəziyyətdədir. O, aidiyyatı qurumlardan məsələyə baxılmasını və bulağın istifadəyə açılmasını xahiş edib. Şəhid adına tikilən bulaqdır. Yazılıb şəhid bulağı. Maalesef ki, bulaq bağlıdır. Özünüz görürsünüz. İstifadəyə verilməyib. Yəni, bununla bağlı xahiş edirəm, tədbir görəsiniz və bulağı açmağınızı xahiş edirəm. Göygöl rayon ərazisində yerləşən göldə 2 azyaşlı boğulub. Vəfat edən uşaqlardan birinin 10, digərinin isə 9 yaşı var. Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. İlkin ehtimala görə azyaşlılar göldə çimərkən boğulublar. Deyirlər, ehtiyat igidin yaraşığıdır. Vallah, yaraşıqdan da vacib can təhlükəsizliyidir. Xüsusən də canımızdan əziz övladlarımızı daha çox qoruyaq. Allah valideynlərinə səbir versin. Dəhşətli hadisədir və havalar isindikcə belə xəbərləri eşitməmək arzusuyla xəbərləri davam etdiririk. Qusa rayonunun Ənik kənd sakinləri kənd daxili yolların azcancaqlı vəziyyətindən narazıdırlar. Əsas problemlərdən biri də kəndə çəkilən içməli su xəttində baş vermiş qəza ilə bağlıdır. Belə ki, su xəttinin partlaması nəticəsində su küçələrlə axaraq yol örtüyünü yuyub dağıdır. Nəticədə yollar palçıqlı və keçilməz hala düşür. Onlar aidiyyatı qurumlardan həm su xəttinin bərpasını, həm də yolların əsaslı təmir edilməsini tələb edirlər. Ötən gün Bakıda yeməkxanaların birində bir şəxsin boğazında yemək qırıqları qalıb. Yaxınlıqda olan şəxsin operativ müdaxiləsi nəticəsində onun həyatı xilas edilib. Əldə olunan məlumata görə şəxsi xilas edən adam Baş Klinik Hospitalın kardiologiya şöbəsinin həkim rezidenti Tamerlan Abdullayev olub. Rusiyanın Yesentuku şəhərində 200 illik müqəddəs Nikolay kilsəsi tamamilə yanıb. Yesentukuda 1826-cı ildə qardaşların layihəsinə əsasən tikilmiş müqəddəs Nikolay kilsəsində yanğın baş verib. Təcili yardım xidmətlərinin məlumatına görə yanğın 300 kvadrat metr ərazini əhatə edib, bina tamamilə yanıb. Kilsə Stavropol diyarının ən qədim kilsələrindən biri hesab olunurdu. Daha bir dəhşətli yanğın haqqında xəbər verirəm.
Belə bir yanğınsa Naxçıvanda Culfada baş verib. Bugün Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində 5 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yanğın olub. Hadisə zamanı 22 yaşlı Fidan Dünyamin qızı Zeynalova və onun 3 yaşlı övladı Emil Cəfəroğlu Zeynalov xəsarət alıblar. Yaralılar ilkin olaraq Culfa rayon mərkəzi xəstəxanasına çatdırılıb. Daha sonra isə vəziyyətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublika xəstəxanasına təxliyə ediliblər. Həkimlərin səylərinə baxmayaraq yanğın nəticəsində xəsarət alan 3 yaşlı Emil Zeynalovun həyatını xilas etmək mümkün olmayıb. Qərb bölgəsində ötən gecədən başlayaraq səhər saatlarına dək fasilələrlə güclü yağış yağıb. Leysan və şimşəklə müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Tovuz rayon mərkəzinə bəzi küçələrə və piyada keçidlərinə yağış suları dolub. Yağışdan söz düşmüşkən, Azərbaycanın rayonlarında iyunun 12-sindən, yəni sabahdan iyunun 17-sinədək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda isə yağıntının bir qədər güclənəcəyi ehtimalı var. Yağıntı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Görəsən belə yağışlı hava şəraiti paytaxtımızda necə olacaqmı? Bu haqda da sabah xəbər verərik. Hörmətli tamaşaçılar, 051-583-2408 bu bizim qaynar xəttimizdir, WhatsApp nömrəmizdir. İşıqlandırılmasını istədiyiniz mövzularla bağlı bizə yaza və çəkiliş göndərə bilərsiniz. Görüşərik, vədimizə sadiq olaq.